Bu müraciət sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ramil Aslanov tərəfindən Azərbaycan Respublikasının prezidentinə və digər yüksək vəzifəli şəxslərə ünvanlanmışdır. Müraciət müəllifi gömrük orqanları tərəfindən ona qarşı tətbiq olunan qanunsuz təzyiqlərdən və fəaliyyətinin məhdudlaşdırılmasından şikayət edir. O məsələ ilə bağlı dəfələrlə prezident administrasiyasına müraciət etdiyini, lakin problemin həll olunmadığını bildirir. Bax görürsünüz, sizə mən müraciət edəndən sonra Elmir Ramazanov mənə təzyiq atır. Elnur müəllim Əliyev, zəhmət olmasa, burada kimə himayə edirsiniz, bu Elmir Ramazanova zəhmət olmasa göstəriş verin. Müraciətdə xüsusilə qeyd olunur ki, bayram ərəfəsində mallarının qanunsuz saxlanılması onun sahibkarlıq fəaliyyətini iflic vəziyyətə gətirib. Əlavə olaraq qeyd edilməlidir ki, Elnur Əliyev və Şahin Bağırovun dəfələrlə Elmir Ramazanova sahibkarı incitməməsi, əsassız yeri süründürməçilik prinsipindən əl çəkməsi bildirilməsinə baxmayaraq, şəxs tutduğu vəzifəsindən sui-istifadə edərək, Ramil Aslanovu bacardığı qədər öz monopoliyasından asılı duruma salmağa cəhd edir. Ramil Aslanov sonuncu müsahibəsində də Elmir Ramazanovun onu brokerlərdən asılı duruma salmaq niyyətində olmasına toxunmuşdu. Lakin Elmir Ramazanovun məkirli niyyəti Azərbaycan iqtisadiyyatına göründüyü qədər zərərsizə düşmədiyi kimi, özünün də milyonçular siyasına düşməsinə biraz müddət qaldığı etibarlı mənbələrdən bildirilir. Şəxsin idarəçiliyi gömrük əməkdaşlarının aylardır vacib ola bilməməsinə və daxili bazarlarda süni qiymət artımlarına gətirib çıxarmaqdadır. Məsələni çox uzatmayaraq keçək sahibkarın müraciətinə. Müraciətin tam mətni aşağıdakı kimidir. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə. Sürəti Azərbaycan Respublikasının baş naziri Cənab Əli Əsədov. Sürəti Azərbaycan Respublikasının Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasi Şöbəsinin müdiri Cənab Şahmar Mövsümova. Sürəti Azərbaycan Respublikasının baş prokuroru Cənab Kamran Əliyev. Sürəti Azərbaycan Respublikasının baş prokurorunun müavini Cənab Elmar Camalov. Sürəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirinin müavini Cənab Elnur Əliyev. Sürəti Dövlət Gömrük Komitəsinin sədr müavini və Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Cənab Güloğlan Muradlıya. Hörmətli Cənab Prezident, uzun müddətdir ki, mən şikayətlərimi Prezident Administrasiyasına göndərirəm. Bununla bağlı Gömrük Komitəsinin sədri Şahin Müəllim Bağırov Beyləqan rayonunda məni qəbul etdi və məsələnin həlli üçün aidiyyəti üzrə göstəriş və tapşırıqları verərək yaradılan komissiya ilə birlikdə Bakı Baş Gömrük İdarəsinə göndərdi. Lakin 18 mart 2025-ci il tarixində Bakı Baş Gömrük İdarəsində komissiya ilə birlikdə keçirilən iclasda yenidən süni əngəllər yaradıldı və gömrükdə mallarımın çıxarılmasına imkan verilmədi. Yazılı və rəsmi formada müvafiq dövlət qurumlarına müraciət etməyimə baxmayaraq, yenə də mənə qarşı təzyiqlər, süründürməçilik və qanunsuz addımlar atılır. Bayram ərəfəsində mallarımın saxlanılması davam edir. Eyni zamanda İstintaq və Təhqiqat Şöbəsində yanvar ayından bugüne qədər baxılan məsələ saxta sənədlərlə ittiham olunma iddiası ilə uzadılır. Hüquqi proseduralar pozularaq və izahatıma baxmayaraq, saxta sənədlərin sənəd hüquqsuzluğu sübuta etdirilsə də, hələ də qanunsuz təzyiqlərə məruz qalıram. Hörmətli Cənab Prezident, bu bayram günü mallarımın qanunsuz saxlanılması, sizin sahibkarlığın inkişafına verdiyiniz dəstəyə zidd olaraq, mənim fəaliyyətimin tamamilə dayanmasına səbəb olur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məni təcili qəbul etməyinizi və ya bu məktubun sürətini göndərdiyim rəhbər şəxslərin məni təcili olaraq qəbul etməsinə dair göstəriş verməyinizi xahiş edirəm. Aslanov Ramil Xurşudoğlu. Məktub Bakı Teleqrafı möhrü ilə təsdiqlənmişdir.